Salam olsun, salam olsun, salam olsun bütün müsəlmanlara və müsəlman, yəni Allahın firqəsindən olmaq istəyənlərə. Allahın məmnuniyyətini qazananlardan olaq inşallah və zikir, yəni Quranın bir adı olan zikir edərkən bir ayə məni cəlb edib. Tövbə surəsi 19-cu ayə. Orada buyurulur ki, mömin kişi və mömin qadınlar dostdurlar. Onlar bir-birlərinə necə münasibət eləməlidir? Tövbə surəsi 19-cu ayədə buyurulur. Sözsüz ki, hər şeyin həddi var. Allah da bu hədləri Quranda bildirir. Tövbə surəsi 19-cu ayə. Mömin kişilər və mömin qadınlar dostdurlar. Lalə, get sən də bax. Murad, sən də bax. Nəyə? Kitaba. Nədir? Məsəl üçün, mən bir yanıqlı yerim var, deyil. İndi mən görürəm ki, məsəl üçün, əri olmayan qadınlar, yaxud nəysə, ən çox mömin, yox, laf kafir, ya hər bir dindən olan, nəysə, insanlarla, kişilərlə, yəni dostluq edirlər, ya münasibət edirlər. İndi onun içində ürəklərində nə var, Allah bilir. Amma məsələn, mömin kişilərin özləri Facebook paylaşırlar. Qadınlarını da qoyurlarmı? Ya haradasa mömin qadınlarla dostluq edirlər. Onlar öz xanımlarını da qoyurlarmı ki, mömin kişilərlə dostluq eləsin? Qoymazlar əslində. Və Allahımız buyurur ki, mömin kişilərlə mömin qadınlar evlənsin. Kafirlərlə kafirlər. Yəni, evlilikdə sevgi vacibdir, yəni sevgi özü hörmət və güvəndən ibarətdir. Belə, yəni bir-birinə güvənirlərsə və hörmət edirlərsə, onlar bir-birini aldatmayacaqlar və bir-birimizi nəzarətdə saxlayaq yox. Demək olar ki, Allahımız Quranda buyurur ki, ağlınızı işlədin, ağlını işlətməyənlərin üzərinə pislik yağır. Buyurur ki, ağlınızı işlədin. Bir neçə ayədədir. Ağlınızı işlədin, buyurur Allahımız. Demək istəyirəm ki, Elşad Mirin Facebook'da mən görmüşdüm, paylaşmışdım. Mən əvvəl eləyirdim, ağlı işlətmək belə şəkillər qoyurlar, düşünürdü yəni. Düşünürəm deyəndə belə qoyurdum, əlimi çənəmə elə tad ağırlaşırdım. Düşünmənin qaydasını bilmirdim də. Amma Elşad Miri paylaşmışdı, o düz yüzü. Düşünmək, ağlı işlətmək, yəni araşdırmaqla, sorğulamaqla, müqayisə etməklə və mühakimə etməklədir. Bu ailədə də yaşanmalıdır. Hər şey ailədən başlayır. Unutmayaq, Allah bizimlə olsun. Amin. Sağ olun.